Quran-ı Kərimdə buyurulur: Onlar bilmirlərmi ki, Allah bəndələrinin tövbələrini və sədəqələrini qəbul edir. Həqiqətən Allah tövbələri qəbul edəndir, rəhimlidir. Ağa müəllim, tövbənin əsl mənası nədir və insan həyatında hansı rol oynayır? Değerli Rövvas müəllim, şəxsinizdə mən də hörmətli izləyicilərimizi Allahın gözəl salamıyla salamlamaq istərdim. Və xüsusən İlahiyyat TV'ye və onun gösterdiği bu geniş faaliyete göre de, təqdir layık addımlara göre de teşekkürler. Çox sağ olun müəllim. Biz təşəkkür edirik. Tabii ki tövbe mövzusu günümüzün mövzusu değil. Tariximizin derinlerinden insanlık ailesinin ilk feryadından başlayır. Böyle deyək ki, tövbe iksiri cennetten təzə çıxarılmış, təzəcə çıxmış bir ailenin ilk məlhəmi oldu. Babamız Adem ilk defa onu içti. Cennetten uzaklaştırıldı. Bir zəlleden dolayı. Tövbe geri dönüş demektir. Yönəlişdir, istiqamət almaqdır. Tövbe əslində bu kəlmə mənası olsa da insanın öz fitrətinə yönəlişidir. İnsanın öz Rəbbinə dönüşüdür. İstiqamət alıb sırata üst tutmasıdır. Quran-ı Kərimdə bilirsiniz 25 peyğəmbərin adı zikr olunar. Bu peyğəmbərlərdən 4'ünün konkret hayatı tövbe ile bağlı olduğunu görürük. Biz biraz önce babamız Adem'den bahsettik ve koşu olarak nenemizle beraber Rabbena zalemna enfusena ve in lem tagfir lana ve terhamna lenekunenne minel khasirin. Yani insan öz qəbahətini, kusuru, günahı özünde gördüğü zaman özüne yönelir. Babamız əslində bize insanlıq dersini verir. Doğrudur, peyğəmbərlər məsumdurlar. Onlar günah etmezler. Buna rağmen yine istiğfarın, tövbənin içərisindədirlər. Odur ki, ilk nebi olarak Hazreti Adem nenemizle beraber, Hazreti Havva nenemizle beraber özlerini qınayan bir dua edirlər. Allah'ım biz özümüze zulüm ettik. Allah'ım biz özümüze zulüm ettik. Eğer sen bizi bağışlamasan, bize merhamet etmesen, biz ziyan çekenlerden olarak. Aslında bu tövbe iksirini bir de Hazreti Yunus aleyhisselam balığın qarnında içti. Doğru. O da vəzifəsini tam tamamlamamıştı. 40 günlük verilen bir əmrin 37. günü terk etmişti. Yeniden Ninova halkına Allah Teala Celle Celaluhu büyük bir hidayet kapısını açır. Ve böylece o insanlık orada kurtulur. Ve bir nebinin tek yegane bir nebidir ki kavmi toplum olarak iman edip. Yani tövbe edip Allah'ın yoluna yönelip. Budur ki tövbe bir dönüştür. Aslında tövbe bir silgidir. İnsanın ruhunu temizleyir. İnsanın kalbinin, könlünün coğrafyalarını temizleyir. İnsanı bütün o günah bataklığından, şirk bataklığından, insanı bulanık düşünceden temizleyir. Berrak bir hala getirir.